Niyə durumlar bu yerə gəldi? Bax, buna bir baxış keçirmək istəyir. Birincisi, Neftçi ilk dövrədə o qədər yersiz xal itkilərinə yol vermişdi ki, o qəza adlandıra biləcəyimiz hətta məğlubiyyətlərə artıq yer yox idi. Bunu dəfələrlə danışmışıq. Birinci dövrədə bu liderlər qrupunda olmaq istəyən komanda necə Karvan Yevlaxla oyunda xal itirmişdi. İmişlinin özü ilə xal itirmişdi, Şamaxı ilə xal itirmişdi. Və elə bir artıq situasiya yaranmışdı ki, Neftçi bundan sonra Qarabağ kimi rəqib istisna olmaq şərti ilə digərləri ilə qələbələri sıralamalı idi. Amma Qarabağa məğlub oldular və öz meydanında İmişliyə. Bunun bir bəraəti, bunun bir hansısa artıq bir məntiqi cavabı yoxdur. Çünki dəfələrlə bu barədə danışılıb, Samir Abbasov özü də mətbuat konferanslarında deyirdi ki, hücumda asaqlığımız var, fərqinə bilmirik. Bunu aradan qaldırsaq, bu komanda qələbələri sıralayacaq. İndi görək, Abbakar gəlib və adam hər oyunda qol vurur. Və bu maçda 2 qol vurublar. Və mövsümün əvvəlində qol vura bilmirdilərsə də, heç olmasa daha etibarlı müdafiə ilə seçilirdilər. İndi qol vururlar, amma müdafiə çox bərbad çıxış eləyir. Ümumən götürəndə bugünkü Neftçinin oyunu ümid vermir. Və bir məsələ var ki, ötən mövsümdən də Samir Abbasovla bağlı narazılıqlar var idi. Azarkeşlər də bunu deyirdilər, futbol adamları deyirlər, hətta bir neçə mətbuat konferansında bizim həmkarlarla da Samir Abbasovun fikirlərində bir ayrılıq, bir söz atışması olmuşdu. Amma buna rəğmən rəhbərliyi ona bu mövsüm şans verdi və Samir Abbasov ürəyi istəyən heyəti yığıb bu mövsümə başladı və yenə görürük ki, nəticələr yoxdur. Bu minvalla Neftçi bu mövsümdə Avrokuboklardan kənarda qala bilər.